Naxçıvan Müəllimlər İnstitutunda Konstitusiyada ailə dəyərləri və gender bərabərliyi prinsipləri mövzusunda konfrans olub. Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Konstitusiya və suverenlik ili çərçivəsində keçirilən konfransın məqsədi ailə dəyərlərinin qorunması, gender bərabərliyinin təşviqi və bu sahədə mövcud qanunvericiliyin tələbələr arasında təbliği olub. Naxçıvan Müəllimlər İnstitutunun Ümumi İşlər üzrə prorektoru Xəyal Camalov cəmiyyətin inkişafında ailə institutunun rolunu vurğulayıb, gənclərin belə maarifləndirici tədbirlər vasitəsilə hüquqi biliklərinin artırılmasının önəmini qeyd edib. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Şəxslər və Vətəndaşlıq Vəziyyət Aktları bölməsinin rəisi Reyhan Sadiqova qanunvericilikdə ailə dəyərləri və gender bərabərliyi mövzusunda çıxış edərək ölkəmizin hüquqi sistemində bu sahədə həyata keçirilən islahatlardan, normativ hüquqi aktlardan və konstitusion prinsiplərdən bəhs edib. Bizim əsas fəaliyyət istiqamətimizdən biri olaraq maarifləndirici tədbir həyata keçirərək Naxçıvan Müəllimlər İnstitutunun tələbələrinə ailə dəyərlərinin yüksək qiymətləndirilməsi, gender bərabərliyinin formalaşdırılması, bununla bağlı qanunvericilik bazası ilə bağlı, qanunvericilik bazasının təkmilləşdirilməsi, qanunlara edilmiş yeni dəyişikliklərlə bağlı, ailə dəyərlərinin cəmiyyətimizdə nə qədər rol oynadığı, gender bərabərliyi siyasətinə bağlı çıxışlar edildi və bununla bağlı tələbələr maarifləndirildi. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin aparat rəhbəri Elton Həziyev ədalətli cəmiyyətin təməli, ailə və gender bərabərliyi hüququ mövzusunda çıxış edərək, ailə institutunun cəmiyyətin inkişafında rolunu və gender bərabərliyinin təmin olunmasının əhəmiyyətini vurğulayıb. Ədliyyə Nazirliyinin İcra Şöbəsinin baş məsləhətçisi Rəşad Allahverdiyev isə valideyn və uşaq hüquqi və mənəvi məsuliyyətlər mövzusunda məruzə ilə çıxış edərək, valideyn məsuliyyəti, uşaqların hüquqları və ailə daxili münasibətlərdə hüquqi tənzimləmələr mövzularına toxunub. Konfrans interaktiv sual-cavab sessiyası ilə yekunlaşıb. Xosrov İbrahimov, xanım Rüstəmzadə, Arzu Sadiqov, NTV Xəbər.